Esselamu aleykum. Deməli, Kərbəlayı Teymuru özünüz tanıyırsınız bəziləriniz. Mən bu adamla artıq bu günləri 3-cü yoxsa 4-cü bir bəhs elədim Üngürvari. Allahın izniyle. Və istəyirəm bu bəhsi sizə təqdim edeyim. Yəni bu adam yenə siğa söhbətini edir. Mən vallahi deyirəm, utanıram. Yəni öz kişiliyimi, öz xislətimi sıxışdırmıram. Qardaş, bu siğa söhbətini eləməyə. Bir kişi oturub siğa söhbətini mi eləsin kişi? Subhanallah. Müvəqqəti kəbin. Hələ bunun müvəqqəti kəbin siğa dediyinin şərtlərini gör nə deyir. Nəysə, o bu adam mənə sual verir ki, siz ki deyirsiniz ki, bizə ki, əgər siz siğəni halal bilirsinizsə, öz yaxın bir qohumunuz, bir xanımın başqa bir kişi ilə siğa elətdirməyinə razı olasınızmı? Hə deyir, siz deyir, onda deyir, bu sualı bizə verənə kimi deyir, Xeybərdən öncə siğa halal idi, mütə halal idi. O vaxt Əbu Bəkr, Ömər siğa idilər deyir. O dövrdə yaşasaydın deyir, bu sualı onlara versən, onlar nə cavab verərdi deyir. Yəni öz boynundan bu sualı atır, cavab verə bilmir. Deyir, mənə yox, get deyir, Ömərə ver o sualı deyir. Və deyir, bu sualın cavabını indi səndən istəyirəm deyir. Bugün baxın Zəmtaz bu videoya. Kəsmədən xahiş edirəm sözümü. Kəsmə də sözümü. İkincisi, o dövrdə halal olan bir şey, şəriətlə halal olan hər bir şey, bu istər mütə olsun, lakin ki bu mütə, baxaq ki, sənin bu günlər dediyin mütədirmi ki, o deyil. Onların dövründə olunan mütə, bəli, o dövrdə halal idi. Qeyrətləri götürərdi, bəli. Niyə? Çünki bunu sənin sözünə deyirəm. Sən demirsənmi ki, bunu onlara versən nə cavab verərdilər? Və bunu əsasən deyirsən ki, bu şəriət icazə verirdi. Və şəriətin icazə verdiyini buna təsdiq edirsən. Tamam. Əgər buna şəriət icazə verirsə Teymur, bəli, deməli Əbu Bəkr və Ömər də misal gətirən bunu şəriətə görə eləyirdilər. Şəriətə görə elənən bir şeyi deməli peyğəmbər də qəbul edirdi. Əli ibn Əbu Talib də qəbul edirdi. Məsələ o dövrdə əgər bu şəriətə zidd, əgər bu qeyrətə zidd olsaydı, o zaman Əli ibn Əbu Talib qalxıb deyərdi ki, ey Ömər, ey Əbu Bəkr, siz necə ola bilər ki, bu şeyə icazə verirsiniz? Sizin qeyrətiniz bunu necə götürür? Çünki sizin deyişinizə görə biz də bunu qəbul edirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin və Əli ibn Əbu Talib radiyallahu anhunun qeyrəti əlhəmdülillah üstünlərin üstünü idi, eyvallah. Əgər həmin dövrdə həmin şeyə, bu şeyə Peyğəmbər sallallahu aleyhi və səlləm bu şeyə etiraz bildirməyibsə, Əli ibn Əbu Talib də bu şeyə etiraz bildirməyibsə, deməli o dövrdə o sahabələrin etdikləri haqq idi. Bu başqa məsələ. Bu mənim açıqlamam. Salam aleykum əziz müsəlmanlar. Deməli, özünüz də videonu izlədiniz. İnşallah buna cavab verəcəm. Amma cavaba keçməmişdən öncə buradan Mücahid Qafqazın səhifəsindən bir rəy də götürdüm. Hansı ki, yəni bəyənmələr də var. Elə sözümü hamısına deyəcəm. Bu insan burada söyüşlər yazıbdır. Yəni biabırçı söyüşlər yazıbdır. Mən o söyüşlərin üstünü örtmüşəm. Və deyir ki, kim mütəni qəbul edirsə, yəni ana, bacı və s. belə söyüşlər yazıbdır. Əvvəla bu insan birbaşa sahabələri söyür. Yəni təqdim edəcəm ki, hansı sahabələr mütəkəbbin edib. Bu insan birbaşa Peyğəmbəri və Həzrət Əlini söyür, hansı ki, Peyğəmbər və Həzrət Əli də mütəkəbbin ediblər. Və Peyğəmbər deyir ki, əlini söyən məni söyübdür, məni söyən Allahı söyübdür, Allah söyən də yeri cəhənnəmdir. Bu insan birbaşa cəhənnəmlikdir, əgər tövbə eləməsə. İkincisi, bu insan birbaşa sahabələri söyür və sələfi əqidəsinə görə əgər kimsə sahabələrə küfr eləyərsə dindən çıxır. Bu iki və üçüncüsü, həm şiə, həm sünni, həm də sələfi əqidəsinə görə söyüş söymək haramdır. Bu insan hələ iman gətirməyib. Bu insan hələ özünü düzəltməyibdir. Bu insan başqasına nə dərs keçə bilər, nə məsləhət verə bilər. Yəni, mən bunun səviyyəsinə yenib söyüşlə söyməyəcəm. Sadəcə elə bir kəlməylə yekunlaşdırıram və buradan da Mücahid Qafqaza müraciət edib deyirəm. Çox təəssüflər olsun ki, yəni mən bu insanı, Mücahid Qafqazı, yəni həqiqətən əxlaqlı bir insan bilirəm. Belə insanların rəylərini səhifəsində saxlayır. Yəni bu Mücahid Qafqazın özünün, belə deyək, özünün əxlaqına da zidd olan bir məsələdir ki, belə insanların rəylərini saxlamasın. Yəni ayıbdır, həqiqətən ayıbdır. İndi keçək bu məsələyə. Deməli, keçək bu məsələyə ki, Mücahid Qafqaz qayıtdı dedi ki, burada gördünüz cavab verdi və öz aləmində cavab verdi. Əslində bu məsələlərlə özünü vurdu və qayıtdı dedi ki, mən əvvəlki mütəni qəbul edirəm və bu deyir şəriətə əgər zidd olsaydı Həzrət Əli deyir buna etiraz edərdi. Deməli sahabələrin o dövrdə elədiyi mütəkəbbini doğrudur. Mütəkəbbini doğrudursa, bəs yaxşı nə düşmüsən ortalığa? Hə, indiki dövrlə əvvəlki mütəkəbbinin fərqi var, heç bir fərqi yoxdur. Bu kəbin sən ki deyirsən yarım saatlıq, bu kəbin əvvəla öyrənmək lazımdır necədir? Bu kəbin müvəqqəti kəbindir və iki
tərəfin, xanım və bəy tərəfindən müddət və mehriyə özləri tərəfindən təyin olunur və nə qədər də müddət istəyirlər qoya bilərlər. Yəni burada sən birbaşa və özün təsdiqləyirsən və birbaşa da özünü səhv çıxardırsan, özünü vurursan. Bu bir. Daha o birisi məsələlərə girmirəm. Sonra qayıdıb deyirsən ki, mən utanıram ümumiyyətlə mühtədən danışmağa, yəni kişiliyə sığmır və s. Burada utanmalı nə var ki? Əgər utanmalı məsələdirsə, nə qədər sahabələr mütəkəbbin ediblər, onlar niyə utanmayıblar ki? Əgər utanmalı məsələdirsə, Peyğəmbər bu məsələyə icazə verib. Sizin əqidənizdə, ən azı sizin əqidənizdə bu var ki, bu müvəqqəti kəbin olubdur da. Düzdür, sizdə də tərs mütənasib gəlir. Gah deyirsiniz Xeybərdə ləğv olunub, gah deyirsiniz Məkkənin fəthində, gah mənbələrinizdə gəlib ki, Ömərin zamanında ləğv olunub. Hələ bir qərar verə bilməmsiniz ki, bu mütə nə vaxt ləğv olunubdur. İndi bu məsələyə biraz sonra toxunacağam. Amma məsələ budur ki, bu faktiki bir gündə olsa, 2 gündə olsa bu müvəqqəti kəbinə icazə verilib də, icazə verilibdirsə və bu iş bir qeyrətlidirsə, yanlış bir şeydirsə, onda sahabələr bunu eləyiblər axı. Və sahabələr deyirsiniz ki, ulduzlar kimi də hansına tabi olsanız hamısı düzdür. Yaxşı, hamısı düzdürsə, bax ən məşhur sahabələri deyirəm. Abdullah Ənsari, Abdullah ibn Məsud, Abdullah ibn Ömər, Ömər ibn Xattabın oğludur. Muaviyə ibn Əbu Sufyan, dayınız. Bunu xüsusi qeyd eləyəcəm. Hansı ki, Muaviyə Cabir ibn Abdullah Ənsari deyir ki, Taifdə mütəkəbbin elədi, Məanə və yaxud da Muanə adlı bir kölə bir qadınla mütəkəbbin elədi və ondan Əbdürrəhman adında bir uşağı dünyaya gəldi və deyir, hətta o qadını deyir, mən gördüm yaşlı vaxtında, yenə də Muaviyə ona deyir, yardımlar eləyirdi. İndi burada sual çıxır ortalığa. Əgər bu yanlış bir şey idisə, dayınız amma mütəkəbbin edibdi. Bu bir, davamını deyirəm. Əbu Səid Xudri, Zübeyir ibn Əvvam, bunlar hamısı məşhur sahabələrdir ki, hamısı mütəkəbbin ediblər və hətta bir misalda çəkim. Hansı ki, Muaviyyəni misal çəkdim ki, Əbdürrəhman adında oğlu dünyaya gəldi mütəkəbbilindən, eyni zamanda Ayşənin bacısı oğlu Abdullah ibn Zübeyir də siğədən dünyaya gəlibdir. Yəni, əgər bu batili bir iş idisə, günah bir iş idisə və yaxud da ki, şərəfsizlikdirsə və s. bunlara sözünüz nədir? İndi deyirsən, utanıram, bəs yaxşı, indi mən sual eləyirəm. Mütəkəbbiri birinci Quranda və sünnədə təsdiqini tapıb və sizin kitablarda da var, bizim kitablarda da var. Bu öz təsdiqini tapıbdırsa, burada utanmaqlıq nə var ki? İndi sən bunlardan niyə utanmırsan? İndi sadalayacam. Hansı ki, misyar kəbini. Misyar kəbinin Quranda və sünnədə dəlili var. Varsa gətir. Yoxdur. Hansı ki, heç bir əsası yoxdur. Bu bir. İkincisi, məhrəmlərlə nicah, alimlərinizin nə qədər fətvası var, biabırsı, onlardan niyə utanmırsan? Üçüncüsü, cihad nicahı, fətvalar var. Eyni zamanda 1-ci Suriya müharibəsində, bax, təqdim edirəm, Muhammed Arifi, bu şəxs 1-ci Suriya müharibəsində elan elədi, mütəkəbbirinə icazə verdi və dedi ki, kim ki, bütün sələfi xanımlara müraciət elədi. Kim ki, cihadda sələfi qardaşların cinsi tələbatını ödəyərsə cənnətlikdir və nə qədər də qadınlar gəldilər Suriyaya, gündə 50-si ilə, 100-ü ilə cinsi əlaqədə oldular, nə qədər xəstəlik tutdu, qayıdıb gedəndə öz məmləkətlərində nə qədər xəstəliklər yaydılar. Bundan niyə utanmırsan? Bu iki. Üçüncüsü, misyar nicahı məsələsi və mütə nicahı ilə gətirsən, qarışdırırsan bu məsələni. Birincisi, qayıdıb deyirsən ki, orada yarım saatlıqdır, qədimdə bunlar olubdu, amma belə olmayıbdır. Özləri təyin edirlər, bu bir. İkincisi, misyar nicahında niyyət gizlədilir, mütəkəbbirində belə niyyət yoxdur. Hansı ki, bunu da səhv deyirsən və qayıdıb, həm bunu səhv deyirsən, həm də qayıdıb deyirsən ki, talaq verildi, azad oldu. Mütəkəbbirində talaq yoxdur. İkincisi, misyar kəbinində niyyət gizlədilir. Hətta Rəşad Ümmətovun da bu barədə çıxışı var. Niyyət gizlədilir, amma mütəkəbbirində niyyət gizlədilmir və birbaşa xanıma deyilir. Müddət mehriyə də təyin olunur və vaxt da bitəndən sonra xanım azaddır, iddə də gözləməlidir. Yəni, burada böhtan atırsan, böhtan atmaq da olmaz. Yəni, bundan əlavə, utanmaqlıq lazımdırsa, bundan niyə utanmırsan ki? Bax, İbn Qeyyum Cəbziyyə, İbn Teymiyənin tələbəsidir. Bax, kitabını da göstədirəm. Bəvaidül Fəvaiddir kitabın. 4-cü cildində burada biabırsı fətvaları var. Hansı ki, manikinlə, yəni bir insanın şəhvəti qalxarsa, manikinə müəyyən şeylər eləyə bilər, cinsi tələbatların rahatlaşa bilər və s. Eyni zamanda utanıram deməyə. Eyni zamanda
qarpıza deşik açıb cinsi tələbatını ödəmək, xamra və s. və s. Bunlardan niyə utanmırsan yaxşı? Yəni utanmaqlıq lazımdırsa, məhrəmlərlə nikahdan utanmırsan. Misal nikahından utanmırsan, heç bir əsası yoxdur. Ondan sonra İbn Qəyyum Cəvziyyənin bu kitabında gələn fətvalardan utanmırsan, amma mütəkəbbirindən utanırsan. Utanmaqlıq lazım olsaydı, elə bu səhabələr utanardı. Eyni zamanda sizdə gəlir Xeybərdə, ondan sonra Məkkənin fəthində, eyni zamanda bax təqdim edirəm. 12 mənbədə gəlir. 12 mənbədə gəlir ki, Səhih Müslimdə eyni zamanda İbn Kəsir, İbn Teymiyənin tələbəsidir, təfsirində. Bax deyir ki, Ömər deyir ki, peyğəmbər zamanında 2 mütə var idi. Həcc mütəsi, bir də qadın mütəsi. Bunlar var idi. Mən bunları ləğv eləyirəm. Kim bunları eləsə cəzalandıracam. Buradan sual çıxır ortalığa. Peyğəmbər zamanında mütəkəbbini var idi və eyni zamanda Əbu Bəkirin vaxtında da mütəkəbbin olubdu. Ömərə kim ixtiyar verir ki, bunları ləğv eləsin? Din peyğəmbərə gəlibdi, yoxsa Ömərə gəlibdi? Eyni zamanda mütəkəbbini əgər utanc verici bir şey idisə, sual çıxır ortalığa. Əbu Bəkirin qızı Əsma binti Əbu Bəkir, bax, mənbələri də təqdim edirəm, özü də səhih hədislərdir. Səhih hədislərdir. Mütəkəbbini edibdir. Əgər bu utanc verici bir şey idisə və düzgün bir şey deyildisə, Əbu Bəkir qızına imkan verməzdi, cəzalandırardı və s. və ilaxır. Yəni, bunları niyə demirsən? Və eyni zamanda Həzrət Əli əleyhissalam özü deyir, həkəm nəql eləyir və Həzrət Əli buyurur, əgər Ömər müvəqqəti kəbini ləğv etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi. 1. Təfsiri Təbəri 5-ci cild səhifə 9, Cəmiül Bəyan 5-ci cild səhifə 13, Əl-Kəbir təfsiri 3-cü cild səhifə 200, 10-cu cild səhifə 50, eyni zamanda Əd-Durul Mənsur 2-ci cild səhifə 140, eyni zamanda səhifə 486. Və nəhayət nəyi demək istəyirəm? İbn Qəyyum Cəvziyyə özünün İğasatul Ləfvan kitabının 490-cı səhifəsində təhlil nikahından danışır və bax kitabı da göstərirəm. Deyir ki, Şeyxülislam, yəni İbn Teymiyəni deyir, belə dediyini eşitdim. Deyir ki, mütə nikahı ondan çox cəhətinə görə təhlil nikahından üstündür. Və deyir ki, mütə nifrət yaratmır, yəni mütə nikahı nifrət yaratmır. Elə olsaydı, bu nikah İslamın əvvəlində mübah edilməzdi. Mənbəsində deyimsə, Daru Ələmil Fəvaid, yəni çapın deyirəm sizə, kitabı dedim. Məkkə, Səudiyyə Ərəbistanı 1432 Hicri 2011 miladi. Kitabın adını bir daha deyirəm. İğasatul Ləfvan, səhifə 490. Yəni, burada utanmaqlıq bir şey yoxdur. Və sünnədə sabitdir mütəkəbbini və sonda fikrimi yekunlaşdırıram. Quran və sünnəyə uyğundur mütəkəbbini və nə Peyğəmbər zamanında, nə Əbu Bəkir zamanında mütəkəbbini ləğv olunmayıbdır. Ömər ibn Xəttab bunu ləğv eləyibdir. Ömər ibn Xəttabın sözü də bizim üçün höccət deyil. Düşünürəm, məsələyə aydınlıq gəldi və qaranlıq heç bir şey qalmadı. Əqidənizdə şübhə eləməyin və bilin, Peyğəmbərdən sonra haqq yol Əli yoludur. Qiyamətə kimi, ya Əli.